Şaftalıdan çox dadlı limonad hazırladım. 2 dənə şaftalı götürürəm. Deməli şaftalıları qabığını soymuram. Vitamindir də. Elə qabığı ilə bir yerdə bu şəkildə sümündürəm, tumunu atdıq. Limonun yarısı bizə lazımdır. Bunun yarısının da yarısının suyunu. Qaşıq, 2 xörək qaşığı elədim. Bunu qəşəng zbivat eləyirəm mikserlə. Püre. Oldu pürem. Bir də püre şəklində alındı. Bunun da üzərinə şirin olsun deyə belə sirop hazırlamışdım. Onu əlavə edirəm. Burada bu porsiya 4 stakanlıqdır. Yəni 4 stakana bu qədəri 2 şaftaldan 4 stakanlıq edə bilərsiniz. Kerəm. Luboy qazlı sudan istifadə edə bilərsiniz. Çox dadlıdır. Bir dəfə hazırlayın. İndi şaftalının bol vaxtıdır maşallah. Bir dəfə hazırlayın, hər gün hazırlayıb içəcəksiniz. İstəsiniz qazlı suyla eləyin, istəməsiniz adi sadə suyla da olar. Çox super alınır. Siz də hazırlayın. Nuş olsun.